Salam dostlar, xoş gördük sizləri. Bütün imtahanlarda qarşımıza çıxan klassik fonetik təhlil suallarından biri ilə yenə qarşınızdayam. İlk başda çox asan görünən, amma abituriyentlərin yarısının yanlış cavab verdiyi o sual. Hazırlıq sözünün fonetik təhlilindəki incə detal tuta bildinizmi? İlk öncə fonetik təhlilimizi etmək üçün sözün tələffüz qaydasına diqqət etməmiz lazımdır. Gəlin sözümüzün tələffüzünü yazaq. Deməli, sözümüz necə tələffüz olunacaq? Hazırlıq formasında. Bundan öncəki qaydalarımızda izah eləmişdik ki, l-q-ç şəkilçisi özündən öncə r samiti gələrsə, l da r-ya çevriləcək. Buna görə də burada l-nın r-ya çevrilməsi hadisəsi baş verib, sondakı q isə x-ya çevrilibdir. Lakin baxın, sözümüzün ilk hecasında uzanma hadisəsi baş verməyibdir. Ümumiyyətlə, dilimizdə hazırki, hazırlıq kimi sözlərimizin heç birində birinci hecamızda uzanma yoxdur. Elə hazırki kimi də tələffüz olunur. Hazırlıq kimi tələffüz olunur. Buna görə də bizdən fonetik təhlilə aid olan doğru fikirləri istədiyi üçün baxırıq A variantına. Sözün birinci hecasında səs uzanması var. Dedik ki, yanlış fikirdir. B variantında kar samitlə başlayıb cingiltili samitlə bitir. Baxırıq H da, X da kar samitdir. Ona görə B variantımız da olmaz. C variantında fərqli tələffüz yalnız leksik şəkilçidədir deyirsə, bəli, tamamilə doğrudur. Çünki buradakı l-q-ç leksik şəkilçidir və burada l-r-ya, q-x-ya çevrilibdir. Amma kök hissəsində heç bir nə kəmiyyət, nə keyfiyyət fərqimiz yoxdur. Ona görə də C variantımız doğru fikirdir. D variantımızda sözdə r və l kimi sonor səslər işlənib. Sözdə r var, amma l biz fonetik təhlildə sait və samitlərlə bağlı tələffüzə baxdığımız üçün sözdə tələffüz qaydasında l olmadığı üçün biz bu D variantını səhv olaraq götürürük. Sözdə x samitinin cingiltili qarşılığı, bilirik ki, x-nın cingiltili qarşılığı x samitidir. Ona görə də burada q da olmadığı üçün, x olduğu üçün Y variantımız da yanlışdır. Demək ki, testimizin doğru cavabı C variantıdır.